Deməli yoldaşlar, artıq zarafat gəldik, ciddi mövzulara çatdıq. Artıq A2 səviyyəsini öyrənirik. Bu ingilis dilinin, yəni danışığa başlayacağımız, qarşımızdakı insandan əzbərlədiyimiz şeylər yox, real şəkildə söhbət eləyə biləcəyimiz bir səviyyədir. Ona görə çox ciddi olmağınızı xahiş edirəm, ciddi şəkildə bunu başa düşməyinizi xahiş edirəm və diqqətli şəkildə də qulaq asıb dediklərimə tam şəkildə əməl eləməyinizi istəyirəm. Çünki həqiqətən bura kimi gəlmişiksə, demək ki, doğrudan da hədəflisiniz, doğrudan da yaxşı şəkildə məqsədiniz var. Bugün demək olar ki, bir çox insandan artıq siz üstünsüz. Çünki əksər insanlar A1 səviyyəsinin ortalarında yarımçıq qalırlar, ürəkləri sıxılır, tam mövzuları yalandan keçirlər deyə yarımçıq qoyurlar. Siz gəlib artıq A2 səviyyəsinə başlamısınız. Bu mövzu demək olar ki, mənim ən sevdiyim mövzulardandır. Bu mövzunu hətta siz sınaq dərsində də izləmisiniz. Bu mövzu there is, there are mövzusudur. Bu nə deməkdir? Baxın, əgər bir insan hardasa nəsə var demək istəyirsə, yəni ki, məsələn deyirəm, cibimdə pul var. Bax, hardasa nəsə var deyirəm. Ya deyirəm ki, kompüterdə problem var. Görürsünüz, bax, hardasa nəsə var. Məsələn deyirəm, otaqda iclas var. Hardasa nəsə var deyirəm. Bu struktur hansı formada qurulur dostlar? Deməli, 3 hissəyə bölürəm. Ən sonda, dedik axı, hardasa nəsə var deməkdir bu. Ən sonda harda olduğunu deyəcəyik. Tamam mı? Buraya yazıram, harda. Ortada nəyin olduğunu deyəcəyik. Buraya yazıram, nə? Və əvvəldə bizim mövzumuz olan there is və yaxud da there are ifadəsini istifadə edəcəyik. Baxın, bu hardasa nəsə var deməyin strukturudur. Çox istifadə olunur. Bunu yalanlar başa düşdüm deyib keçməyin, mənimsəməyə çalışacağıq. Misal üçün, deyirəm ki, stolun üstündə telefon var. Hardasa nəsə var demək, düzdür? Hardadır? Ən sona qoyacağım da. Stolun üstündədir, düzdür? Deməli, stolun üstündə biz öyrənmişdik. Üstündə nə idi? On. Buraya yazıram table. Burada the article olacaq. Artikelları öyrənəndə biləcəksiniz orada niyə the var. Nə var stolun üstündə? Telefon. Və əvvəldə nə deməliyəm? There is ya da there are. Əgər telefon, bir dənə telefondan söhbət gəlirsə, there is. Əgər çoxlu telefonlar desəydim, there are deyib cümləyə davam edəcəkdim. Deməli, bunu necə sürətli öyrənmək lazımdır, ondan da danışacağım. There is. Burada da yazacağım. Artikellara hələ ki takılmırıq. There is a phone on the table. Bunu bir sözmüş kimi deyin. Bax, belə yox. There is a phone, belə yox. There is a phone on the table. Elə bil ki, bir dənə uzun sözdür. There is a phone on the table. Deməli, biz bu tip cümlələri quranda, taktika verirəm sizə, nəyə fokuslanmalıyıq? Zaten there is, there are ilə başlayacağıq. Fokuslanmalı olduğumuz şey budur. Nə? Mən cümləni də deyəcəm, siz həmən beyninizdə nəyin olduğuna fokuslanın. Tamam? Məsələn, otaqda iclas var. Bax, iclas. Nə? İclas var. İclasa fokuslanın. Niyə? Çünki zaten there is ilə, there are ilə başlayacaqsınız. Həmən nəyin olduğunu deyib fokuslanmışsaq ki, artıq nə var? Bir dənə şey qalacaq, harda olduğu. Onunla tamamlayacaq cümləni. Tamam? Deyirəm ki, baxın, deyirəm həmən öz beyninizdə ya da səsli şəkildə deməyə çalışın. Kompüterdə problem var. Problemə fokuslanırıq. There is a problem on the computer. Ümumiyyətlə, kompüterdə bu fərqli ola bilər. Kompüterin üstündə ola bilər, içində ola bilər. Bütün web saytlar üçün on istifadə edəcəyik. Yəni, propositionları daha geniş şəkildə öyrənəcəyik. Ola bilər ki, bunu səhv deyəsiniz. Məsələn, otağın içində demiş olaq, daha düz deyəsiniz. İnlə deyək. Otaqda müəllim var. Nə var? Müəllim. There is a teacher in the room. Tamam. Bax, bu şəkildə. Nə edəcəksiniz? Yenə sözlər, cümlələr falan hamısı zaten eyni şəkildədir. Burada tekstlərə, şəkilə diqqət eləyin, şəkili çoxlu şəkildə praktik eləməyə çalışın. Küçədə, evdə, coffee shopda, hara getsəz, harda nəyi görsəz, beyninizdə mütləq o cümləni qurursunuz. Deyirsiniz, there is a cat in the room. Otaqda pişik var. Deyirsiniz ki, there is a boy in the car. Maşında oğlan var. Bax,
harda nəyi görsəz onu qurursunuz. Ola bilər ki, başlıqlarda bunu qurmaq biraz çətin olsun, biraz vaxtınızı aparsın. Amma bunu o qədər təkrar edəcəksiniz ki, bütün beyninizi qoyun o zəbt eləsin. Yuxuda onu görmürsünüzsə, demək ki, hələ ki o qədər çox kifayət qədər praktik eləməmişsiniz onu. Hara baxsaz, divarda şəkil görürsünüz, qoy deyim, divarda şəkil var. There is a picture on the wall. Bunu yavaş-yavaş görəcəksiniz ki, ucu sürətli deməyə başlayıram. Bax, onda belə tükləriniz biz olacaq. Deyəcəksiniz ki, hə, bax, Aslan müəllim dediyi yerə gəlib çatıram. O sürətə gəlib çatmaq lazımdır. Qurmadığınız, beyninizdə düşünmədən dediyiniz yerə gəlib çatmaq lazımdır. Və tapşırıqlar olduğu kimi hər şey qaydasındadır. Növbəti mövzuda yenə bir hansısa cümlə strukturundan danışmış olacağıq. Bunu yaxşı şəkildə təkrarlayın, özünüzə zaman verin. Ola bilər ki, buna 2-3 gün, ola bilər 1 həftə, bəlkə 1 ay. Amma bunu mənimsəyin. Ola bilər 1 saat. Baxarsınız ki, mən bunu başa düşdüm. Yəni, nə isə görüb hardasa, onu sürətli şəkildə deyə bilirsə, demək ki, saatı tutmuşsunuz. Yəni, beyninizdə qurmadan deyirsə, çox da üzərində əsməyə, coşmağa ehtiyac yoxdur. Sözlərinizi əzbərləyin, imtahanınızı verin, keçin növbəti mövzuya. Növbəti mövzuda görüşərik. Özünüzə yaxşı baxın.